Her iki oyuncuya uğur arzu edirəm. Oyunun qalibi Team Hasan Deyman değil. Sizce bu günlerim oyunun galibi kim olacak? All Chaos yoksa Force? Birinciliği uğrunda hal-hazırda yarışda 3 nəfər insan qalıbdı. Bir oyuncu her iki oyuncunu belə deyim, məğlub etməlidir ki, birinciliği əldə etsin. İndi isə oyunumuza keçid alalım. Gördüğümüz gibi bəli, Force artık ikinle sahip olur. Sizce All Chaos yoksa Force? Force yoksa All Chaos? Oyunun galibi kim olacak? Geçen vuruşlardı möhtəşəm. Vay, möhtəşəm. Bir de sürüşme. Sizce geçen vuruş idi. Vay, kaçtı, kaça bildi. Ancak o möhtəşəm Force, möhtəşəm. Force geçe artık 3-0. Hesabı 3-0 elə bilmək olmaz. Bəli, ilk ilini Old Chaos kazandı. Old Chaos da elə belə oyuncu değil. Sizin fikrinizce Old Chaos yoksa Force? Force yoksa Old Chaos? Möhtəşəm. Hesap 2-3. Hesap 2-3. Arada hilənçi deyilik, belənçi deyilik. Mənim qardaşım, səbirli olun. Hesap hal-hazırda o möhtəşəm. Hesap 3-4 kaos aparacaq qardaş. Yok, bilmək olmaz. Ne diyebilirim? Sizin fikrinizce, sizin fikrinizce Old Chaos yoksa Force? Old Chaos, hesap 4-4 möhtəşəm. Beraberleştirdiği hesabı ama Chaos her yola yaratar. Uduzmaz. Oyun abi bilmək olmaz. Möhtəşəm. Hesap 5-4. Hal-hazırda hesap Force'un hesabına bəli, belediye halk hesabında öndedir. Sizce bu günlerin oyunun galibi kim olacak? Hesap 5-5. En axıra finala kalan her iki oyuncu, her üç oyuncu, her biri çok möhtəşəm ve güçlü oyunculardır. Ve gördüğümüz gibi çok möhtəşəm ve yüksek şekilde performans gösterebilirler. Gördüğümüz gibi. Lakin nələr ucu kəsərəmsin. Canlarım benim. Hesap 7-5. Hesap 7-5. Давай, братишка. Давай, братишка. Ну не так, братишка. Давай. Вот ты красавчик. Hesap 6-7. Real Aliyev. Almanya'dan böyük salamlar var. Bəli. Real kardeşimiz de bu arada geldi. Böyük salamlarını göstereyim. Hesap 7-8. Real Production təqdim edir. Sizce oyunun galibi kim olacak? Real sen fikrince All Chaos yoksa Force? Hesap 9-7. 9-7. Aleykümselam. Bəli, hər iki oyuncuya uğur arzu edirəm. Bu arada Heda, səntiyə dalqı tələsdir qardaşım. Çox gözlətməyə hesap 17. Hal-hazırda hesap Force'un belediye. Sən ucunda adım vardı. Force nədir qardaş? Hesap 8-10. Hesap 8-10. Hello. Hesap 8-10. 8-10. 8-10. 8-10. Bəli. 8-11. Force artık 11. gününe sahip olur. Möhtəşəm oyun performansı göstərir. Her iki oyuncu. Sizin fikrinizce oyunun galibi kim olacak? 9-11. Hele de bilmək olmaz. Çünkü her iki oyuncu çok güzel ve mükemmel oyuncudur. Bilmək olmaz. Her ikisi riski, yani istenilen bir anda geri dönüş etmeye kadir bir oyuncudur. Hesap 12-9 ve budur. Hal-hazırda 3 hal Force öndedir. Sizin fikrinizce nokta koyun yazın. Force yoksa All Chaos? Hesap 13-9. Sizin fikrinizce All Chaos yoksa Force? Bəli, 14-9. Möhtəşəm. Вот ты красавчик. Давай, братишка, let's go. Let's go. Go, my bro. Вот ты красавчик. Hesap 15-9. Kanter apardı Old Chaos'u. Old Chaos'un bir dəqiqə sifətindən kanter gedir qardaş. Mən o bir iki üstünlük edirəm. Bak buradan hiss edirəm onu. 28 nəfər yanımızda adam var. Hal-hazırda like etməyi unudan bu kardeşler. Like edin. Hesap 15. Möhtəşəm. 20-11. Sizin fikrinizce Heda, kazandılar dilə tələs. Bu şey oyunun motomu da akıllardı. Hesap 11-15. Ve budur. Bilmək olmaz. Sizin fikrinizce oyunun galibi kim olacak? Sizin fikrinizce oyunun galibi kim olacak? Hesap 13-15. Gördüğünüz gibi ben size deyirəm də kardeşim. 16-12.
Əsəbləşdi Force. Force yeniden geriye dönüş edebildi ve geriye dönüş edən kimi ilk kilini çaldı. Malades, krasavçik. Hesap 17-12. Hesap sizin fikrinizce neçə bitecek? Sizce oyunun galibi kim olacak? Bəli, 13-17. O duvara niye girdi? Elə çıxmaya çatmadı. Ya qatır. Ooo, hesab 18-13. All Chaos. Bəli, 14-18 bilmək olmasa ki, İlqar təkərdə də başa. Daha İlqar qəşəng oynayır. Prosto İlqar neyse bu dəqiqə o cür oynamır. Yəni bu dəqiqə görürəm də oyunun. Birinci şahsdan nəzər salaq. Bəli, Force 14-19. Sizin fikrinizcə o 20-14 deyən kimiydi? 20-14 deyən kimiydi? 20-14 deyən kimiydi? O kimdirsə düzgün rəy bildirməyə bacara biləcək insanlardan biri ola bilər ki, əgər 20-ci kilinə Force, bəli, 20-14. 20-14 və budur. Elə bilmək olmasa oyunun qalibi bəlli deyil. Niyə bəlli deyil? Deyiləcək. Çünki Force indi T-Dark'dan yarış eləyəcək. Əgər T-Dark'ı uda bilsə, birincilik avtomatik olarak. O zaman Force avtomatik olarak birinci yerin sahibi olacaq. Və yerli qalan hər iki oyuncu T-Dark və All Chaos bir-biriyle döyüşəcəklər. İkincilik və üçüncülük uğrunda. Görək ikinci yerin sahibi kim olacaq və üçüncü yerin sahibi kim olacaq. Neyse bu arada artıq ayağa qalxmaq istəyirəm. Ayağa qalxıraq danışacağım bu oyunu qardaşlar. Rəsul bir gün takibat yaparsın. Sizce oyunun galibi bu günlerim kim olacak? Güzel insanlar, güzel kardeşler. Force yoksa T-Dark. Bu günlerin birincilik uğrunda göre kim galip gelebilecek? Sizce? Bəli, Force artık ilk kiline sahip olur. Force. Давай, братишка. T-Dark. Давай, братишка. O, не беги. O, красавчик. Bəli, T-Dark. Artık ilk kilini o da kazanabilir. Möhtəşəm. Hər iki oyuncu çok süper ve möhtəşəm ve profesyonel oyunculardır ki, her ikisi möhtəşəm performans göstərebilirlər. Sizin fikrinizcə oyunun qalibi kim olacaq? Hesab 2-1. Bəli, Force'un xalı artıq 2'dir. Bəli, hesab 2-2. Bilmək olmaz. Əgər T-Dark Force'u udmuş olsa, avtomatik olarak T-Dark All Chaos'un dövüşecek. Eğer All Chaos'da udmuş olsa birincilik T-Dark'ın uğrunda olabilir. Hesap 3-3. Möhtəşəm. Sizin fikrinizcə Force nöqtə qoyun yazın. Force yoksa T-Dark. Nöqtə qoyun yazın. Önümdə nöqtəni qoyun. Adını yazın oyuncunun. Biz də işləyəcəyik. İkisi de süper oynayır. Bəli. Hər ikisi de süper ve möhtəşəm oyuncudur. Yəni əslində zarafat deyil. Artıq birincilik uğruna qədər gəlmələri çox möhtəşəmliyi göstərir. Oo, qəşəng. Möhtəşəm vuruşuydu T-Dark. T-Dark burada xəritədə bilir hardan necə çıxmaq lazımdır. Vuruşları çox superdir və gördüyünüz kimi möhtəşəm və yüksək şəkildə performans göstərə bilir. Sizin fikrinizcə? Force. Qardaş, niyə işləmədi o? Force yoksa o T-Dark. Молодец, красавчик. Hesap 5-4. Ooo, qəşəng vuruşuydu. T-Dark'a bak kardeşim, çok qəşəng. Elə bir havada uçur bu. T-Dark qəşəng oynayır abi. Çok qəşəng oynayır. Молодец. Nöqtə qoyun yazın kardeşler. T-Dark, нет. Force, нет. T-Dark. Давай, братишка. Вот ты красавчик. 5-6. 5-6. Hesap 6-6. Çok koymadı kesin. Sizin fikrinizce oyunun galibi kim olacak? T-Dark yoksa Force? Gerçekten çok möhtəşəm dövüşürler. Bunları bitsin. Hesap 7-6. Hesap 7-6. Force. Mənim fikrimcə oyunun qalibi deyim sizə kimdir? Mənim fikrimcə Force'dir. Mənim fikrimcə. Amma hal-hazırda o elə görsənmir. Deyərdim, amma yox görsənir. Force. Нет вообще. T-Dark. Давай, красавчик. O hesap 7-8. Çox möhtəşəm oynayırlar.
Hər ikisi çox professional oynayırlar. Oo, qəşəng vuruş. O, Teodalkın qaçışı, sürüşməsi, vuruşları çox möhtəşəm və super. Və Force təbii ki, öz oyun performansını heç də zəiflətmə fikrində deyil. Əksinə, hər oyun daha da qızışmağa çalışır. Hesab 17. Force. Bəli, hesab 17. Sizin fikrinizcə, bunlar neynirlər qardaşım? Həqiqətən də çox möhtəşəm döyüşürlər. Haloğlu, sən fikrincə Force yoxsa Teodal? Hesab 11-7. 20'den abi limitsiz var. Geçe. Abi çok möhtəşəm vuruşurlar. Həqiqətən. Her ikisi bildiğim profesyonel dövüşür. Her ikisi. Force Armenia'nın oynası da bir ne? Oynar abi. Təbii ki, hissəsi oynayır. Nöqtə qoyun yazın da, hərflərin önündə nöqtə qoyun yazın ki, abilə. Yəni, mən eşmişkaları oxuya bilmirəm. Hesab 8-12, sizin fikrinizcə. Sizin fikrinizcə, Force yoxsa Teodal? Teodal yoxsa Force? Force, bratişka, вот красавчик, hesab 9-12. Hər ikisi çox möhtəşəm və professional oyuncu olduğu üçün killəri biraz almalarında hər ikisi bir-birindən çox çətinçilik çəkirlər. Hesab 13-9 artıq 13-cü killə sahib olur. Kullanışlara bax abi. O, qəşəng. 14-9. Teodal qapalı oynayır. Elə oynayır. Bilir harda nətər oynamaq lazımdır. Vay də, bu nə vuruş idi abi. O nə vuruş idi Force. Həqiqətən. Nə bilim qardaş, oynayırlar da. Hesap 10-15. 10-15. Məqsəddə oynayırdı abi, nə bilim. Ola bilər yarışdı, məqsəddə oynayırlar, məqsəddə oynayırsınız. Ola bilər həyazan kimdəsə olur, ola bilər həyazan kimdəsə olmur. Bu şeylər də ola bilər. Hesap 11-15. 11-16. Force 16-cı killə sahib olur. 16-cı killə sahib olan Force. Teodal, давай, братишка. Oo, hesap 11-17. Akşamın xeyir, Zeken. Hoş geldin brat. Sizin fikrinizce oyunun galibi kim olacak? Teodal yoksa Force. Force artık 18. kill hal hesabındadır. Eğer Teodal kılda bilse birinciliği Force'nin üzerinde olacak. 13-18 bilmiyor olmaz hele de. Son çıkan böyle. Tekin sağ ol kardeşim. Çok sağ ol, teşekkür ederim. Like edenler oza kuzu kessinler abi. Çok sağ olun, teşekkür ederim her bir oza. Yayını paylaşmayı unutmayın. Ve destek olan her birimize öz derin teşekkürlerimizi bildiririk. Aleyküm selam. Yayını paylaşın, finaldir ve takip atın canavarlar. Canavarlar böyle. Canavarlar değil ha brat. Bak. Burada. İşte. Kızgın oyuncu. Çok düşme. Sizce böyle 13-19 artık Force'un 19. kili var. Sizin fikrinizce Force yoksa Teodal, Teodal yoksa Force. Force yoksa Teodal. Hesap 19-14 bilmiyor olmaz Teodal. Teodal 14, Force 19. Sizce oyunun galibi kim olacak? Force yoksa Teodal, Teodal yoksa Force, Force Teodal, Teodal Force. Nasıl? Sizin fikrinizce kim olacak? Sizin fikrinizce Teodal böyle hesap 15-19. Vay möhtəşəm. Çok profesyonel oyun gelir. 19. kilini saklayıp demiyorlar ki 20. kilini çalmaya icazə vermir. Teodal çok möhtəşəm ve profesyonel oyun göstermeye bacarır hakikaten de. Sizin fikrinizce böyle. Oyunun galibi Force. Force. Я тебя поздравляю, братишка. Hesap 20. Hal hesabıyla. Galibiyet Force'un üzerinde olur. İkincilik ve üçüncülüğü uğrunda görüşeleyecekler. İndi Teodal ve Olkaos. Birinciliği yani Force Azerbaycan'da Rocky Sniper turnuvası üzerinde böyle birinciliği elde edip gitti. Ha uduzdu abi. Rəşid Udlu İlqar abi birinci yere çıktı.
Abi birinci yere şey çıktı kardeşim. Forza çıktı kardeşim. Yok galip oldu. İndi ise Old Chaos'tan Teardrop ikincilik ve üçüncülüğü uğrunda dövüşürler abi. Sizin fikrinizce ikinci yerin sahibi kim olacak? Üçüncü yerin sahibi kim olacak? Birlikte izleyirik. Teardrop yoksa Old Chaos? Old Chaos yoksa Teardrop? Birincilik məlumdur. Force artıq birinci yerin sahibidir. Düzdür, hər iki oyuncu artıq kortdadır. Belə bir Türkün məsələ üzrə istəyirəm ifadəmə görə. Yəni o məyusuzluq deyək də. Yəni hər ikisi uduzublar, birinciliyi əldən buraxıblar. Ancaq buna baxmayaraq ikincilik və üçüncülük uğrunda yarış edirlər və artıq hesab 2-1. Biraz deyəsən çox danışdım, üzrü sayım. Old Chaos olsun ürəyi patlamasın. Old Chaos dəli olacaq bu günlərim abi. Deday. Bəli, hesab 2-2. Çox sağ olun. Təbriklər. Artıq 10.000 kanı əldə etdik. Və hesab 4-2. Hesab 4-2. Bu getdi özün dualadı gəldi abi. Dualadı gəldi deyəsən. Yadaşıb biyaqların, Forzun bütün əsəblərin qaqaşdan çıxmağa çalışır Teardrop'da. Ha onu deyirəm də abi. Oyda, Old Chaos. Bəli, hesab 6-2. Ringi, Discord. Salam aleyküm, kimdən kim vs atır? Abi, 3 nəfər qalmışdı. Teardrop yoksa siz cevaplayın da kardeşimden bura bir məşğul olun. Siz cevaplayın kardeşim sualını cevap verin. Deməli, Teardrop yoksa Old Chaos? Old Chaos yoksa hesap 7-2. 7-2. Kanunsuz orasıyla da ama icazı vermiş ya abi. Yani bazarsan sen de oyna söhbət. Yani orada kanunsuzu her oyuncu oynada bilər. Ama hasar verici o ne deyirlər buna? Dondurucu, termik olan silahlara icazı yok. Yani avtomatik dalbadal atabiləcək silahlara icazı yok. O da normalda təkgüllü atır. Sadece olarak skopu tez açır. Götür oyna, problem değil. Yani atışı eyni. Hesap 4-8. Teardrop 4. Çok sağ ol. Old Chaos 8. Forza gör ne derim? Birinci yere sen çıkmışsın abi. Sen yani bilsen yenilmezsin. Yani bu devir tanıdık dövmezsin. Abi sen birincilik senden abi. Sen yani başa düştün abi. Hesap 6-8. Əgər Old Chaos ikincilik uğrunda da uduzmuş olsa, skoru pamışı çağırırıq şeye, Old Chaos'a. Hesap 9-7. Aha, balaca şirdə olsalar abi, problem yok da. Bu neydi? Bu nece kaçtı abi? Hesap 7-9. Sizin fikri bir cevap. Old Chaos. Vay abi, zarafat da öyle bu boyda yayının içerisinde birinci yere çıkmak bilsen ne demekti? 40 nəfərə yaxın adam istəyir abi, bu yerine şərt değil. En azından oyuncular arasında getirip diyecek abi sınav bir de birinci yere mən çıkmayacağım abi. Bu şeyler vardı ne kardeşim? Vur görək, yaşa, Old Chaos. Hesap 11-7. Hesap 11-7. Hesap 11-7. Möhtəşəm. Sizin fikrinizce oyunun qalibi kim olacaq? Old Chaos yoksa Teardrop? Teardrop yoksa Old Chaos? Vay. Hesap 12-7. Mən şimdi şir atıram. At abi at. Elin kolun var olsun abi. Nöqtən qoy şir yaz bitiyor. Bu da dirəsən şirin. Ya da şəkilin atsın orada düzəlir çıxır. Ay man gördün abi ben değilim de. Ay seni krasavki. Bəli. Bütün oyuncular. Abi kardeş 4 tane şir attı. Sen de 3 tane de burası sahibi. Hesap 8-12. Sizin fikrinizce Old Chaos yoksa Teardrop? Her ikisi möhtəşəm ve profesyonel oyuncu olduğundan belə də bilmək olmaz. Oyunumuzun qalibi kim olacaq? İkincilik kimin uğrunda, üçüncülük kimin uğrunda olacaq belli değil. Ancaq düşünürəm ki Old Chaos bu sefer biraz möhkəm döyüşür ancaq geriye dönüş edir. Salam qaqa, yer var. Bəli, sən hər zaman ürəyimizdə yer var hələ. Sən bizim dəyərli qaqamızsan. Allah can sağlığı versin. Hesap 13-9. Rafik. Krasavki. Hesap 10-13.
Hesab 10-13, hesab 11-13. Dedal geriye dönüş edir. Bəli, Dedal çox qəribə bir funksiya ilə belediye oynayır. Hal-hazırda abi neçə ildə oynarsın kodunu? 3-4 yıl olar abi. 3 yıl. 3-4 yıl, harası elə. O gençler, hesap 15-12. Sizin fikrinizce ikinci yerin sahibi kimdir? Olkaos yoksa Dedal? Dedal yoksa Olkaos? Həqiqətən çox möhtəşəm oyun getdi abi. Mən ləzzət elədi. Hesab 16-12. Birincilik bəli, Forzadır. Forza Sniper de birinci yerə çıxa bilir. 17-12 və demək olar ki oyunun qalibidir. Demiyorlar. Bəli, 18-12 ikinci yerin sahibi Old Chaos, üçüncü yerin sahibi isə Dedal olacaq çox güman. Elə olmayasında bir növ yaxşı olar. Niyə? Çünki Old Chaos uduzası olsa abi deyirəm ben gece yatmıyor. Yine parti ölecek. Abi bilmiyor olmaz elə deyəm. Dedal'ın başı söndü. Все. Dedal, давай, братишка. Давай, газуй, братишка. O qəribə oynayır ya abi. Diyanır riski. Ayak ses kasırmı yoksa narım. Hesap 19-14. Burada sizce Old Chaos yoksa hesap 15-19. Hesap 15-19 okuyabilmirəm yazıları kardeşler. Görün de yazmış. Bu Dubai'de şikayetim var. Tam üzerinde de yaxşı. Sizce 19-15 Dedal pusmaya çalışır bence. Yani cover'da oynayır. Çünkü çok ehtiyatla oynamaya çalışır ki abi. Bəli, hesab 20-15. Oyunumuzun galibi Old Chaos birinci yerin sahibi. Righteous Knight turnuvasında birinci yerin sahibi. Force ikinci yerin sahibi Old Chaos, üçüncü yerin sahibi ise Dedal. Her bir oyuncuya uğurlar